Sən çox yaxın bir dostun var və görürsən ki, dostunun həyat yoldaşı qadını ona xəyanət edir. Gözünlə görmürsən. İndi burada bir situasiya yaranır. Sən bunu gedib dostuna deyəcəksən. Dostun da gedəcək arvadını öldürəcək. Düzdür. Ölüm qadını müqəddəsləşdirəcək. Həbsxana dostluğu müqəddəsləşdirəcək. Yetimçilik uşaqları müqəddəsləşdirəcək. Burada bir də adam qalır günahlandırılmağa, o da sənsən. Ailəni sən dağıtdın, o ailəni sən məhv elədin. İndi gəl situasiyanın başqa bir tərəfinə salaq. Sən dostunun qadının ona xəyanət elədiyini görmüsən, indi bunu gəlib ona demirsən. O sənin ki, bilsəydin baş verən faciə var ha. O faciədən sonra səni günahkar çıxaran adamlar indi səni demədiyinə görə günahkar çıxarmağa hazırdır. Nə şərəfsiz adamsan əlsən. O dostunla nətər üz-üzə gəlirsən, nətər oturursan, nətər durursan. Qeyri-ciddi dünyadır da.